Salam, hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar. Sabun Çamlaytan hamınızı salamlayıram. Bugünkü çəkilişimiz Nizami rayonu Qaraqarayev, Ağciyər vərəm dispanserinin tam yaxınlığında yerləşən, ən əsas məsələ sənəd paket kupçu olan 3 sotun üzərində inşa olunmuş 2 mərtəbəli, səliqəli, səhmanlı belə bir evi çəkib sizə təqdim edirik. Daxil oluruq evin birinci mərtəbəsinə. Göründüyü kimi birinci mərtəbənin dizayını köhnə Amerikankadır, yəni tam açıq şəkildədir. Studio mətbəx, qonaq otağı, tikili sahə 220 kvadrat metr təşkil edir. Mətbəxi də evin. Bu hissə isə hal-hazırda qış bağçası kimi nəzərdə tutulub istifadə olunur. Ev kombi sistemi ilə təchiz olunub. Geniş həyətyanı sahəsi var, yerləşdiyi yerə söz ola bilməz. Evin ön hissəsində obyekt üçün nəzərdə tutulmuş yarı tikilimiz var, 50 kvadrat metr. Birinci mərtəbədə yerləşən geniş sanitar qovşağımızdır. Şəxsi tikilidir, şəxsi təmirdir, keyfiyyətlə tikilib, keyfiyyətlə inşa olunub. Sadəcə təmiri köhnə təmirdir. Təmiri dəyişsək, yəni alan adam öz zövqünə uyğun təmir etsə daha gözəl olar. Bu ikinci mərtəbədə yerləşən birinci yataq otağımızdır. Qonaq otağı kimi nəzərdə tutulub, oturma otağı kimi. Bu isə ikinci yataq otağıdır. İkinci mərtəbədə yerləşən 3 böyük yataq otağından ibarətdir. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı var. Bu isə ikinci mərtəbədə yerləşən sanitar qovşağıdır. Evin qiyməti yerləşdiyi yerə uyğun həqiqətən də münasibdir. Bu isə 3-cü yataq otağımızdır. Evin qiyməti 450.000 manatdır. Bəzi əşyalar qiymətə daxildir. Ev sahibi tərəfindən endirim nəzərdə tutulub. Bu isə evimizin eyvanı.